Dostlar, salam, xoş gördük. Bu videonu bilirsiniz hardan çəkirəm. Çox məşhur bir masonun ev muzeyindən. Azərbaycanda bu mövzu, masonluq mövzusu nədənsə günü-gündən aktuallaşır. Çoxlu bu barədə əfsanələr, kitablar, yazılar yazılır, danışılır. Masonlar barəsində ayrıca söhbətimiz olar. Bəziləri bu mövzunu müsbətə çox şişirdir, bəziləri də mənfiyə. Bir qrup adam elə bilir ki, masonlar adam yeyəndir, nəsə bir mifik bir təşkilatdır. Amma masonlar Avropada mövcud olmuş vaxtilə və böyük tarixi işlərə də imza atmış şəxslərdir. Haqqında danışdığım bu mason isə Fransanın Kalmar şəhərində anadan olmuş və sizin məhz bu abidədən tanıdığınız Bartholdinin ev muzeyidir. Bu azadlıq simvolunu yaradan, eləcə də məşhur Belfort şirini yaradan şəxsin Bartholidinin ev muzeyidir bu. Burada onun müxtəlif heykəllərinin eskizləri var, bəzi əsərləri var. İndi mən də gəzirəm, gəzə-gəzə çalışacağam mənim məlumatları verə bileyim. İndi muzeyin ikinci mərtəbəsindəyəm. Bir abidə barəsində məlumat verim. Bax, burada görürsünüz, çoxlu eskizləri var. Bu məşhur Belfort şiridir. Bu abidəni görmüşəm Belfort şəhərindədir. Elə bu sənətkarın anadan olduğu şəhərin yaxınlığında Belfort şəhəri var. Orada qoyulub. Azadlıq abidəsindən sonra ikinci məşhur əsəridir bunun. Çox möhtəşəmdir. Bunun eskizidir bu. Görürsünüz, müxtəlif formalarda işləyərkən çəkib. Belfortda yerləşir. Burada onun tikintisinin şəkli də var ki, necə çəkiblər. Sənət əsərləri, muzeylər barəsində çox danışmaq istəmirəm. Açıq, bunu yersiz də sayıram. Çünki mən nə qədər yaxşı danışsam belə, hərçənd heç ona iddialı deyiləm. Bu barədə peşəkar saytlar var, kitablar var. Yəni, girib oradan oxumaq, məlumatlanmaq olar. Mənim bu videonu daha çox çəkib sizə göstərməkdə məqsədim bir mason haqqında danışmaqdır. Bu muzeyin sahibi, yəni burada anadan olmuş şəxs Bartholidi farmazon olub, yəni mason cəmiyyətinin üzvü olub və bizdə belə bir populyar fikir var da ki, masonlar filan kəs masondur, gizlədir, gizli masondur və s. və ilaxır. Bu da görürsünüz onun əsəridir. Amma qabaqlar belə deyil idi. Yəni bu mason cəmiyyəti yarananda belə deyil idi. Heç indi də elə deyil. İndi məsələn indi də masonlar fəaliyyət göstərir. Məsələn mən Amerikada görüşmüşəm. Özün mason sayan, elan edən, mason təşkilatının üzvü olan şəxslə görüşmüşəm. Fransada da var, başqa Skandinaviya ölkələrində də masonların cəmiyyəti bu gün də fəaliyyət göstərir. Amma indi onlar söz sahibi deyil, əllərindən də bir iş gəlmir. Amma qabaqlar 2 əsr bundan əvvəl mason cəmiyyətləri doğrudan da ciddi cəmiyyətlər idi və orada çox böyük, yaradıcı insanlar, sənətkarlar fəaliyyət göstərirdilər və Bartholidi də onların üzvlərindən biri idi. Dostlar, bu ventilator barəsində bir məlumat verim. Bu Kalmar şəhəri Fransanın isti bölgələrindən sayılır. Məsələn, dünən burada 30 dərəcə istilik var idi. Bu mən iyul ayının 9-unda eləyirəm bu çəkilişi. 30 dərəcə istilik var idi. Hətta mən bizim Sabirabada oxşatdım buraları. Bu qədər istiyə rəğmən görürsünüz, bu da məşhur, buranın ən məşhur muzeylərindən biridir. Burada kondisioner yoxdur. Bax, görürsünüz, hər tərəfdə ventilator işləyir. Evlərdə də çox az istifadə olunur.
ventilyatorlar, kondisionerlər. Daha çox ventilyatorlar istifadə olunur. Bu sərinkeşlik deyirik öz dilimizdə. Bunun da iki səbəbini mən görürəm. Bir, ekonomik baxımından, yəni ekonomiya eləmək baxımından. İkincisi isə təbiəti qorumaq baxımından. Yəni fransızlar çox abidədirlər ekologiyanı qorumaq baxımından və onlar hesab edir ki, kondisionerin ziyanları daha çoxdur. Ona görə sərinkeş istifadə edirlər və muzeydə də gördüyünüz kimi sərinkeş istifadə olunur. İndi mən növbəti mərtəbəyə çıxım, oradan fikirlərimi davam edəcəm. Mason müəllimin muzeyinin digər otağına keçirik. Maraqlı bir təsvirlər var. Amma yenə deyirəm, mənim muzeyi izah eləmək fikrim yoxdur. Bunu əvəz sayıram. Kim istəsə, ixtiyari muzeyin Louvre'dan tutmuş, hamısının yaxşı saytları var, müxtəlif dillərdə izahları var, videoları var. Hətta indi muzeylər, bir çox muzey şərait yaradır ki, insanlar pulsuz girib onların içərisini gəzə bilsin. Ona görə muzey barəsində çox danışmaq istəmirəm. Daha çox fürsət bilib bu masonlar barəsində bir neçə kəlmə qırıldatmaq istəyirəm. Qeyd elədiyim kimi Bartoldi rəsmi mason olub və bu Amerikanın məşhur abidəsini yaratmaqla tarixə keçib. Bununla yanaşı elə bu şəhərin, bu anadan olduğu Kalmar şəhərinin özündə bunun çox saylı abidələri var. Mən saydım, burada bu bələdçi ilə gəzirdim. 12 möhtəşəm abidəsi var. Amma Fransanın digər yerində, İsveçrənin digər yerlərində də bu bəyin çoxlu sənət əsərləri var. İndi masonlara nifrət edən bizim dostlarımız, izləyicilərimiz, bilmirəm indi onun əsərlərinə də nifrət eləyəcək yoxsa yox. Mən o baxımdan yanaşa bilmirəm. Əsas adamın yaratdığı, bəşəriyyətə bəxş etdiyi əsərlərdir. Bunu da Bartoldi bacarıb. Çox yüksək səviyyədə bacarıb. İndi mən onlardan bir neçəsini çalışıram sizlərə göstərim. Muzeyin 3-cü mərtəbəsindəyik. Bu mərtəbəni Amerika Birləşmiş Ştatları mərtəbəsi adlandırmaq olar. Çünki Amerika ilə bağlı, Amerika quşla bağlı abidələr burada var. Bax, bu məşhur abidədir. Washington və Lafayette'in abidəsi Amerikada var. O da Lafayette'dir. Bu abidələri bizim bu mason müəllim hazırlayıb. Burada azadlıq abidəsinin necə hazırlanması ilə bağlı, o azadlıq simvolunun hazırlanması ilə bağlı da eskizlər olmalıdır. Abidə necə hazırlanıb, necə yerləşdirilib. Bu abidə Fransanın Amerikaya hədiyyəsi olub. Bəzi məlumatlara görə, bəzi qeydlərə görə burada Bartoldi öz anasının sifətindən, yoldaşının, yoxsa sevgilisinin bədənindən istifadə edib. Yəni, görüntü olaraq. Burada da bu obraz özü Yunan ilahəsinin obrazıdır. Orada da Amerika görüşçüsü əlində azadlıq bəyannaməsini tutub. Bu da qulaq təsviridir. Bilmirəm kimin qulağıdır. Xilas, dostlar, bu videodan sizə bir masonun ev muzeyini göstərməyə çalışdım və masonlar haqqında öz alayarımçıq fikirlərimi
sizlə bölüşdüm, siz də yaza bilərsiniz. Azərbaycanda müstəqillikdən sonra gəlib bu mason söhbətləri. Sovet dövründə bu qadağan olunmuş, bəlkə də lazımsız hesab edilmiş mövzu idi. Bu haqda danışılmazdı, yazılmazdı. Amma klassiklərimizin əsərinə baxsaq, məsələn, Əbdülrəhim bəy Haqverdiyevin əsərində orada yazır, filan kəs farmason kimi geyinir. O Frank mason lojasının üzvü nəzərdə tutulur. O söz sonradan bizə Sovet adamlarının dilinə həqarət kimi, bir adamı aşağılamaq kimi, o adama kinayə etmək üçün istifadə olunurdu. İndi də zənnimcə istifadə olunur. Bəzi adamlara deyirlər ki, nə farmazonluq eləyirsən. O farmazon sözü bu Frank mason sözündən yaranır. Mason sözü ümumiyyətlə elə fransız sözdür. Bənna deməkdir. Azad bənna. Bənnalar bu təşkilatı qurub. Bunun oxşarı da deyilənə görə bizim şərqdə, eləcə də Azərbaycanda, məsələn, Gəncədə Əxlər hərəkatı olub. Nizami Gəncəvidə deyirlər, onun üzvlərindən biri olub. Yəni, sənətkarlar yığışıb, bir-birinə kömək eləyib, yardımlaşıblar. Nəhayət, muzeyin birinci mərtəbəsidir bu. Buranı da təqdim eləyək. Yayımımızı yekunlaşdıraq. Ön tərəfdən də çəkib göstərim binanın girişin. Bu, bunun anadan olduğu ev olub, yanılmıramsa. Bu abidə onundur. Sadə, gözəl bir muzey. Kondisionersiz. Anadan olma və doğum tarixlərini də göstərək Bartolidinin. Həm ekranım nəyə görəsə çox möhkəm əsir, hörmətli dostlar. Belə, hörmətli dostlar, əziz tamaşaçılar, bu çəkilişi Fransanın Kalmar şəhərindən etdim. Arzu eləyirəm ki, bu karantin bitsin. Ondan sonra da insanlarımızın, Azərbaycanlılarımızın imkanları əlverişli olsun ki, gəlsinlər, xüsusən gənclər, gəzsinlər, görsünlər. Hərçənd mən özüm belə şeylərə pul xərcləməyin o qədər tərəfdarı deyiləm. Yəni, sırf bir muzeyi görməkdən ötürü böyük xərc çəkib hansısa ölkəyə gedəsən. Sağ olun.